Var ya adamlar var, demək istəmirəm, sosial şəbəkədə yaşıl taxtanın üstündə toyuq kesir. Olmaz da belə şey. Yəni siz elə adamlardan kənar durun. Yaşıl taxta tərəvəzsinsə tərəvəz olmalıdır. Toyuq üçündürsə sarı daska, yəni kəsim taxtası sarı olmalıdır. Qırmızı ətdirsə ət. Yəni bu birbaşa sizin və İAŞ sektorunda olan qonaqların xəstələnməsindən, zəhərləməsindən qarşısını almalıdır. Yəni təmiz gəlirsə məncə aslında bu oradan əldən ələ deyil. Zaten aldın onu sən dükandan, təmiz, tükünüzlə təmizləyiblər. Amma bura gələndə onu su ilə yumaq olmaz. Bəli. Tüklü gəlmir ki. Ona məcbur oldun alıymağa. Onu qanun necə yiyəcək? Sən o zaten yulur da. Sən qaynaş suda yuyursan da onu. Yox, zaten sən o tüklərini təmizləyəndə kənd toyuğunu, toyuqlan. Hə. O zaten yulur da o. Hə. Amma paftor olmaz. Yox. Hətta məsələn, istəyir ət olsun. Əti dondurmuşuqsa biz, tezdən onu çıxardıb, yenidən tezdən dondurmaq məsləhət görülmür. Olmaz. Bəli.